Salam uşaqlar, biz yenə 26-cı suala baxacağıq burada. Dim toplu 2025 Ümumdünya cazibə qanunu ağırlıq qüvvəsi olan topluda olan sualdan 26-cı suala baxırıq. Belə bir qrafik verilib bizə. Nə olur? 180 Newtondan A nöqtəsində ağırlıq qüvvəsi 20 Newton olub. Bizdəki burada H-ımız hansı R olur, neçə R olur deyə onu tapmamızı deyib. Biz bilirik ki, ağırlıq qüvvəsinin düsturu nədir? F bərabərdir, F ağırlıq bərabərdir, mg'dir. Və biz sərbəst düşmə təcilinin düsturunda bilirik ki, böyük G, böyük M bu planet kütləsidir, böl R kvadratıdır. Bu G-nin yerinə bunu qoysam, onda F ağırlığımız nə olur? F ağırlıq bərabərdir, böyük G, M, böyük M, R kvadrat olur. Şuralar H hündürlüyü dediği zaman onda F ağırlığımız bərabərdir G, M, böyük M, multiply'dır da buraqdır, R plus H-ın kvadrat olur. Onda biz burada nə görürük uşaqlar? F ağırlıqla bu R plus H-ın nədir? Bir-birindən tərs mütənasibdir. Bunlara F1 desək, F1'imiz 180 Newton desək, F1 ağırlıq. F2 ağırlığımız nə olur uşaqlar? 20 Newtondur. Okay. Burada birincidə uşaqlar gördünüz, buna F1 deyirik, buna F2 deyirik. Oldu. Birincidə normal R'dir. Yəni 180-də normal R'dir, yer səthindədir. İkinci nədir uşaqlar? R plus H-dır. Onda belə yaza bilərik. F1 ağırlıq böl F2 ağırlıq bərabərdir. Görürük ki, burada uşaqlar tərs asıldadır. F2 onda R plus H-ın kvadratı böl R kvadrat olar, elə deyilmi? Qiymətlərin yerinə yazsaq uşaqlar burada. Qiymətlərin yerinə yazsaq burada. Nə alırıq biz? 180 böl 20 bərabərdir R plus H kvadratı böl R kvadratı, değil mi? Burada nə oldu uşaqlar? Böldüyümüzə 9 alındı. Düzdür? 9 bərabərdir. Bunların hamısını uşaqlar belə mötərizəyə salsam, R plus H, R kvadratı. Bunu da belə yaza bilirəm buradan uşaqlar. Buranı pozum. Bu topluğu buraya yazırım uşaqlar. Bu da kvadrat, 3'ün kvadratı, bu da 2, onda 3 bərabərdir R plus H böl R, onda 3R bərabərdir R plus H. H-ımız nəyə bərabərdir uşaqlar? 2R-ə bərabərdir. Burada cavabımız 2R varmı? Bəli, cavabımız 2R. Cavabımızı tapdıq.